İngilis dilindəki səviyyədən çox işlənən sözlər və cümlələrdə işlədilməsi. İkincisi, çatmaq, arrive. We arrived at school late. Biz məktəbə gec çatdıq. Daha sonra, leave, tərk etmək. Tərk etmək. Deyirik ki, mən evdən saat 8-də çıxıram. I leave home at 8 o'clock. Mən saat 8-də evi tərk edirəm. Spend, vaxt, pul xərcləmək. Deyirik ki, mən dərs oxumağa çox vaxt sərf edirəm. I spend a lot of time studying. Sonra choose, seçmək. Deyirik ki, düzgün cavabı seç. Choose the correct answer. Düzgün cavabı seç. Bring, gətirmək. Deyirik ki, zəhmət olmasa kitabını gətir. Please bring your book. Please, zəhmət olmasa bring, gətir your book, sənin kitabını. Zəhmət olmasa kitabını gətir. Sonra find, tapmaq. Deyirik ki, mən açarlarımı tapa bilmirəm. I can't find my keys. I can't find my keys. Daha sonra begin, başlamaq. Deyirik, dərs saat 9-da başlayır. The lesson begins at 9. The lesson begins at 9. Finish, bitirmək. Mən ev tapşırığımı bitirdim. I finished my homework. Burada homework ev tapşırığıdır. İD isə keçmiş zaman şəkilçisidir. Yəni mən ev tapşırığımı bitirdim. Keçmiş zamanda olduqda id işlənir. Build qurmaq deməkdir. Deyirik ki, onlar yeni məktəb tikdilər. They built a new school. Meet, görüşmək. Deməli, deyirik ki, mən sabah dostumla görüşəcəyim. I will meet my friend tomorrow. Tomorrow sabah deməkdir. Friend, dost deməkdir. Will isə gələcək zaman bildirir burada. Daha sonra feel, hiss etmək. Deyirik ki, mən bugün özümü xoşbəxt hiss edirəm. I feel, mən hiss edirəm. Necə xoşbəxt, happy. Nə vaxt? Bugün, today. Swap qaydası ilə rahat qurduq məsələn. Mən, mübtəda, feel, hiss edirik. Fail, sonra necə xoşbəxt, happy. Nə zaman? Today, bugün. Daha çoxunu öyrənmək üçün biodakı linkdən pulsuz WhatsApp kanalına qoşulub izləyib yararlana bilərsiniz. Sağ olun, sağlıqla qalın.